Əməli salih vəziri olur. Və o vəzir həmişə bir söz deyərmiş bir şey baş verdiği zaman Əl-xeyratu fi məxtarəhullah, xeyr Allahın seçimindədir. Yəni hər şeydə xeyir var. Və bir dəfə padişahla bir süfrədə çörək yerkən padişahın əli kəsilir və yenə adəti üzrə deyir ki, yəni burada da xeyir var. Xeyr Allahın seçimindədir. Və padişah hirslənir. Deyir ki, sən sevinirsən mənim bu halıma, məni ələ salırsan, atın bunu zindana. Və onu zindana atarkən yenə deyir ki, burada da xeyir var. Və padişah həmişə ova çıxarkən vəzirlə çıxarmış və bu dəfə vəzir içəridə olduğuna görə tək çıxmalı olur. Və ov da elə bir şeydir ki, necə ki Peyğəmbər s.ə.v buyurur, وَمَنْ اِتَّبَعَ الصَّيْدَ غَفَلْ Kim deyir, ova alüdə olarsa qafil olar. Və ova başı qarışıb, öz sərhədini aşır. Keçir başqa əraziyə, bütə ibadət edənlərin ərazisinə. Və onlar bunu tuturlar və deyirlər ki, yaxşı oldu bunu öz bütlərimiz üçün qurban kəsərik. Və aparırlar, ən böyük bütün qarşısında onu uzadıb kəsmək istədikləri zaman onlardan birisi deyir ki, saxlayın. Və soruşurlar, nə olub? Deyir ki, bu qurbana yaramaz. O əlindəki yaranı göstərir, deyir ki, bunda eyib var. Bunda eyib var, qurbana yaramaz. Və o əlindəki yara səbəbi ilə xilas olur. Və onda vəzirin sözü yadına düşür ki, hər bir şeydə xeyir var. Xeyir Allahın seçimindədir. Və gəlir və gələndən sonra vəzir də içəridən çıxartdırır və deyir ki, ey vəzir, mən bunu başa düşdüm. Amma səni içəri atarkən dedin ki, orada da xeyir var. Bəs oradakı xeyir nədir? Və deyir ki, ay padişah, səninlə ova kim çıxırdı? Deyir ki, sən çıxırdın. Əgər sən qurban olmasaydın, kim qurban olasaydı? Deməli, hər bir hadisədə xeyirlər var. Həmçinin daha böyük şərrin qarşısının alınmasına səbəbdir.